Değerli izləyicilər, deməli Gəray Aşurov sınaq 1 sual nömrə 33 ilə video izahlarımız davam edir. Demək olar ki, kitabın 90% sualların izahı YouTube kanalımda olacaq. YouTube kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın ki, növbəti videolar qarşınıza çıxsın. Bu bir nömrəli sınağın deyərdim ki, ən çətin sual olan 33 nömrəli sualına videolarımıza davam edəcək. Burada şəklin tam düşməyib, sağ tərəfi də var. Burada deyir ki, sağ gözünə oksitlər qoyuldu və bərabərləşdi. Bura ilə bura bərabərləşdi. Bizdən soruşur ki, reaksiya daxil olan, yəni oksitləşdirilmək üçün götürülən mis parçasının kütləsini hesablayın. Yəni 60 qram mis idi. Nə qədərini biz oksitləşdirmək üçün götürdük. Yəni nə qədərsini oksitləşdirdik. Yəni oksigenlə reaksiya daxil oldu. Bizdən bunu soruşur. Deməli baxırıq. 60 qram mis var və 40 qram kalsium. Bunların hər ikisi oksigenlə reaksiya daxil olur. Yazıram kənardan başqa rənglə mis plus oksigen alınır mis 2 oksid. Oksigen əmsalına yazırım 0,5. Eləcə də kalsium üstə gəlir oksigen alınır kalsium oksid. Oksigen əmsalına yazırım 0,5. Deyir ki, müəyyən bir parça mis və bundan müəyyən bir parça deyəndə mən 200 qram mis götürəcəm. Ondan 40%, kütləcə 40% daha çox, yəni x-dən 40% çox, 0,4x çox deməkdir. O da yəni 1,4x-də kalsium götürəcəm. Aha. Deməli mən 60 qram misdən x qramını götürəcəm. 40 qram kalsiumdan da 1,4x qramını götürəcəm. Və yekunda mənim kütlələrim bərabər olacaq. Yəni yerdə qalan mislə kalsiumla alınan oksidlərlə bərabərləşdirməliyəm soldan sağa. Oksidlərim də məlum məsələdir ki, bulardır. Onda mən belə birinci nə qədər oksid alındığını tapım. Baxıram ki, bax birinci üçün, bax bu birinci, bu da ikinci. Birinci üçün tənasüb qururam ki, 64 qram mis reaksiya daxil olduqda 80 qram mis oksid alınır. Bəs baxım görüm mən x qram götürmüşəm axı. X qram götürdüyümdə nə qədər mis oksid alınır? Yazıram B qədər. Buradan B də bərabərdir. 82 bölünsün 64. 8-ə ixtisar eləsəm qalar 10x bölü 8. Hələ 2-yə də getsə qalar 5x bölü 4. Yəni bunu 5 bölü 4 də 1,25x edir. Yəni belə başa düşün. 1,25x qram mis oksid alınıb. Eynisini kalsium üçün edirəm. 40 qram kalsium reaksiya daxil olanda 56 qram kalsium oksid alınırsa, onda 1,4x reaksiya daxil olanda yazıram bir A qram kalsium oksid alınır. Buradan A-nı da tapsam, eləyir 56 vur 1,4x bölünsün 40. O da bərabərdir. 56-nı 1,4-ə vurub 40-a bölək. 56 vur 1,4 böl 40. Bu da eləyir 1,96x. Aha. 1,96x isə kalsium oksid. Və salam. Deməli, oksidlərimin kütləsi bu. Yerdə qalan metallarım da bu. Onda mənim sol tərəfimdə, yəni tərəzinin sol gözündə 60 minus x qram mis plus 40 minus 1,4x kalsiumu. Sağ tərəfimdə isə 1,25x mis oksidim plus 1,96x də kalsium oksidim var. Deməli, x-ləri bir tərəfə yığsam, məlumları da bir tərəfdə saxlasam, onda 100 bərabərdir. 1,25-in üzərinə 1,96, onun da üzərinə sol tərəfdəkiləri də keçirdim oraya, eləyir 2,4 plus 2,4 eləyir 5,61x.
Buradan x'i tapsam 100'ü bölərəm 5 tam 61'e. Bu da eləyir 17 tam onda 8. Onsuz da bu cevabı deyir ki, yuvarlaqlaşdırıb hesablayın. Bu 17 tam 82 falan deyir. Mən də bu 17 tam onda 8 götürürüm. Elə məndən soruşur ki, yəni reaksiya sərf olunan nəyi soruşurdu? Misi soruşur. Deməli, mən də x qram götürmüşəm də misi. Onda da x-də tapmışım 17 tam onda 8. Yəni bu 17 tam 82 filandır. Yuvarlaq deyir deyə burada cavablarda B variantında öz əksini tapıbdır.